Sabirabadda yaşayan ana övladının əlillik pensiyasının kəsilməsindən narazıdır. Turanə Abuşova deyir ki, övladının çox ciddi görmə problemi olsa da, həkimlərin qoyduğu sonuncu diaqnozdan sonra uşağa pensiya ala bilmir. Əli hər yerdən üzülən ana Space xəbərə üst tutaraq aidiyyatı qurumlardan kömək istəyir. Sabirabad şəhər Heydər Həmidov küçəsində yaşayan 8 yaşlı Zəhra Abuşovaya bir ildən artıqdır ki, dövlət tərəfindən ona ayrılan pensiya kəsilib. Anası Turanə Abuşova deyir ki, övladının pensiyası ötən ilin noyabrından dayandırılıb. O, qızına görmə qabiliyyətinin zəif olması səbəbindən 3 il pensiya alıb. Zəhraya ayrılan pensiyanın müddəti bitdiyindən ana yenidən övladını Sabirabad rayon mərkəzi xəstəxanasının göndərişi ilə paytaxtdakı xəstəxanalardan birinə müayinəyə aparıb. Lakin ana həkimlərin verdikləri rəyə əsasən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yenidən müraciət göndərə bilmir. Müraciət eləmişəm bir neçə klinikalara. Uşağımın görməsində çox problemlər var. Nə heç bir askı təyin olunmur, nə heç bir əlillik təyin olunmur. Verilən diaqnozdan narazıyam, çünki mən uşağımın görmə qabiliyyəti çox zəifdir. Ana deyir ki, qızımı məktəbə hər gün özüm aparıb gətirməli oluram. Zəhranın görmə qabiliyyətinin zəif olduğunu nəzərə alan sinif müəllimi də onu ön sırada əyləşdirir ki, yazı lövhəsini yaxşı görə bilsin. Rayonumuzun mərkəzi xəstəxanasına da müraciət elədim. Həkim yoxladı, yəni həkimlik bir şey yoxdur. Uşağın diaqnozunu, yəni görməsini tuta bilmədi ki, o askı təyin eləsin. Mən də çox narahatam bir valideyn kimi. Məsələ ilə bağlı Sabirabad rayon mərkəzi xəstəxanasından bildirildi ki, Zəhra Abuşova yenidən xəstəxanadan müayinədən keçməlidir. 6 aydan sonra uyğun olarsa, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət göndərilməlidir. Yaqub Mehtioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Sabirabad.